Salam, sabahınız xeyir əziz izləyicilərim. Bugün Qusarçaya gəlmişik və bir nəfərin şikayətinə əlaqədar həyətinin qabağında tut ağacı da meyvə gətirib 80 yaşı var və elektroset gəlib budama aparıb. İndi evin sakini şikayət eləyir ki, bunun vaxtında budama aparmaq lazımdır. İndi yox. İndi müəllim, buyurun, sözünüzü deyin. Mən Xaçmaz rayon Qusarçay kənd sakini Əzizov Yaqut Ağaoğluyam. Ayın 9-u səhər mən evdən çıxıb getmişəm Qubaya məhkəməyə. Çünki mən özüm cinayət və mülki işlər üzrə müvəkkil işləyirəm. Bu ölkədə bu vəzifəni daşıyıram. Deməli, mənə zəng elədilər ki, məlumat verdilər ki, sizin tut ağacını icra hakiminin nümayəndəsi də var, yerli nümayəndə, onun müavini də var, İsmail Quluzadə, hüquqşünas və bələdiyyə sədri də var, Faiq müəllim. Bəs ağacı vəhşicəsinə kəsirlər. Mən də ki, Qubadan qayıda bilmədim, çünki məhkəmədəyəm. Gəldim, bu haqda mən Daxili İşlər Nazirliyinin 102 qaynar xidmətdən məlumat verdim. 10 dəfə mən zəng eləyəndən sonra Xaçmaz rayon polis şöbəsinin təhqaççısı Qurbanov Nurlan Yusifoğlu hadisə yerinə 2 dənə polis əməkdaşına gəlib və qayıdıb çıxıb gedib, şəklini çəkib. Sonra mən Qubadan qayıtmışam düz Xaçmaz rayon polis şöbəsinə və araşdırmışam ki, kim o işi aparıb, deyiblər təhqaççı Qurbanov. Mən deməli ona suallar vermişəm ki, siz hadisə yerində baxış protokol tərtib eləmişsinizmi? İzahatlar almışsınız ki, deyib, yox, mən baxış protokol tərtib eləməmişəm, izahatlar almamışam. Deyirəm, bəs yaxşı, qanun necə yol verir də, hadisə yerində baxış protokol tərtib olunmalıdır, izahatlar almalıdır və cinayətkarlar polis şöbəsinə gətirilməlidir, saxlanılmalıdır. 48 saatdan sonra məhkəməyə müraciət etmədilər. Məhkəmə qərar verməlidir ki, istintaqın gedişatı dövründə həmin cinayətkarlar həbsdə olmalıdırlar. Məhkəmənin qərarı olmadan onların buraxılmasının qanunu yol vermir. Deyir, mən, yox, bu belə deyil, elə deyil. Çünki savadsız daxil. Azərbaycan dövlətində bu hüquq şünaslardır, məmurların 99% savadsızdır. Bunu hüquqi faktlar sübuta yetirir. Bunu mən demirəm. Hüquqi faktlar. Deməli, ölkədə Liboy dövlət orqanlarının sərəncamı verdiyi rəylər məhkəmə qərarı qanun qüvvəsini alandan sonra hüquq qüvvəsini alır və icra oluna bilər. Əgər məhkəmə qərarı qanun qüvvəsini almayıbsa, heç vaxtı o icraatı yönəldə bilməz. Görün, nə qədər savadsızlar bu ölkədə ki, məhkəmə qərarı əlində olmaya, mənə rəsmi surətdə məktub göndərməyə, gəlsən promotçıq ki, küçədə deyir tut ağacı. Bu deyir küçədədir. Yaxşı, mənim bir sualım var. İcra hakiminin nümayəndəsinə, onun müavini İsmail Quluzadəyə və bələdiyyə sədrinə. Deməli, belə çıxır.